İran ilk qitələrarası ballistik raket sınağını həyata keçirib. Təxminən 10.000 kilometr uçuş məsafəsinə malik olduğu deyilən silah Semnan şəhərindən Rusiyanın razılığı ilə Sibir bölgəsinə doğru buraxılıb. Sosial platformada paylaşılan videoda qitələrarası məsafədəki hədəfləri vurmaq üçün hazırlanmış yer-yer sinifli ballistik raketin bir növü olduğu qeyd edilib. Görüntülərdə əks olunan raketin daha əvvəl sınaqdan keçirilən Secil orta mənzilli ballistik raketi ilə bənzər olduğu vurğulanıb. Birləşmiş Ştatlar ilə Sovet İttifaqı arasında strateji nüvə silahlarının məhdudlaşdırılmasına dair ikinci sazişə görə belə sursatlar ən azı 5500 kilometr məsafəyə malik raketlər kimi müəyyən edilir ki, bu da onlara digər qitələrdə yerləşən hədəfləri vurmağa imkan verir. Bu raketlər ümumiyyətlə nüvə başlıqları ilə təchiz olunur və düşmənin vacib hərbi və infrastruktur aktivlərini məhv etmək üçün çəkindirici güc sayılır. Təsadüfi deyil ki, sınaq İranda daxili ixtişaşlar, Yaxın Şərqdə gərginlik və Tehranla Moskva arasında hərbi sənaye əməkdaşlığının gücləndiyi vaxtda həyata keçirilir. Siyasi analitiklər deyir ki, Tehranın bu şərtlər altında yeni raket sınağı keçirməsi əslində Vaşinqton və Təl-Əvivə birbaşa mesajdır. Yəni bu addımla İran yalnız regionda deyil, qlobal miqyasda da gücünü nümayiş etdirir. Çünki 10.000 kilometr mənzilə sahib bu raket nəzəri olaraq Birləşmiş Ştatlar ərazisinə çata bilər. Fikrimcə bu addım ciddi siqnaldır. İrandan buraxılan və uçuş məsafəsi 10.000 kilometr olan qitələrarası ballistik raket Birləşmiş Ştatların şərq sahillərinə qədər çata bilər. Birləşmiş Ştatlar hücumdan çəkindirmək cəhdi ilə yanaşı, xüsusən də Trumpın son etirazlarından sonra hərbi əməliyyat fikrini dilə gətirməsi ilə bağlıdır. Bu eyni zamanda İsrailə də mesajdır. Yəni biz texnologiyamızı günü-gündən daha gücləndiririk. Bununla yanaşı Birləşmiş Ştatlar və NATO rəsmiləri bu silahın yaradılmasının Avropanın və Şimali Amerikanın təhlükəsizlik mənzərəsini köklü şəkildə dəyişə biləcəyini bildiriblər. Nüvə başlığı da daşıya bilən bu cür raketlər qərbdə ciddi risk kimi qiymətləndirilir. Digər maraqlı məqam raketin adı ilə bağlı fərziyələrdir. Çünki iddia olunan raket sınağı ilə bağlı video görüntülərdə hansısa ada rast gəlinmir. Mütəxəssislər raketin 2025-ci ilin ortalarında haqqında danışılan Xürrəmşahır 5 ola biləcəyini deyir. Hələ o vaxt 12.000 kilometrə qədər mənzili olması təxmin edilən raket haqqında məlumatların verilməsi Tehranın qitələrarası ballistik silah niyyətindən xəbər verirdi. Ötən ilin sonlarında isə İran mediası uzun müddət müzakirə olunan çox pilləli hərəkət sisteminə sahib olacaq Şahab 6 raketindən yazmağa başladı. Peyk görüntüləri İranın kosmik mərkəzində heç bir buraxılış elanı olmadan qeyri-adi buraxılışlar olduğunu üzə çıxarırdı. Bu isə gizli raket sınaqları ilə bağlı mülahizələrə səbəb oldu. Müharibə göstərdi ki, regional münaqişələrdə raket və dron gücü kritik rol oynayır. İranın indiki arsenalının İsrail və digər rəqiblərə qarşı çəkindirmə vasitələri kifayət qədər yüksək deyil. Bu, İranı rəqiblərinə qarşı strateji gücünü artırmağa sövq edir. Dron istehsalının inkişafı və uzaq mənzilli, həmçinin ballistik raketlərin sınağı İranın regional və qlobal çəkindiricilik gücünü artırmağa hesablanıb. Ancaq bu təbii ki, iddialardan ibarətdir. Ekspertlər hesab edir ki, İran 12 günlük müharibədən sonra zərər görən raket arsenalını yeniləmək üçün ciddi işlər görür. Bu məsələdə ən böyük yardımı isə əsas müttəfiqləri Çin və Rusiyadan alır.